Hakimiyyət kanalları belə yayır. Deməli, burada nə yazılır? Dünən qardaşı oğlunu Grozny üzərində bütün hədəfləri vurduğuna görə mükafatlandıran Kadirov Azalın təyyarəsinin qəzaya uğraması ilə bağlı matəm elan edibdir. Dünən Grozny'nin üzərində, Çeçenistanın üzərində bir dənə də dron vurulmayıbdır. Sadəcə elə bizim təyyarəni vurulma məruzəsini Kadirova edən qardaşı oğluna böyük mükafat verir. Təhlükəsizlik rəhbəri odur. Və Kadirovun da imzaladığı bu sərəncamda heç bir təyyarə qəzasına görə, Azərbaycana görə matəm elan edildiyi deyilmir. İncəliyin oxuyun, baxacaqsınız. Təyyarədə Rusların olduğu üçün Ramazan Kadirov ona görə matəm elan edib. Təyyarədə Ruslar da var idi. Eləcə də Rus milliyyətindən olanlar da var, olub az da olsa. Eləcə də Qazaxıstan da təyyarədə 6 nəfər Qazaxlı oldu. Qazaxıstan devlətinin 6 nəfər vətəndaşı olduğuna görə Qazaxıstan da matəm elan edibdir. Amma Azərbaycana görə yox. Azərbaycanlara görə yox. Yəni, Qazaxıstanı deyənmərəm, bəlkə hansısa cümlə ilə bizi orada qeyd edib, amma Kadirovun imzaladığı sərəncamda belə şey yoxdur. Yoxdur belə şey. Yəni, bunu soxuşdururlar millətə ki, güya Ramazan Kadirov biz məcbur etmişik, matəm elan etsin, bizdən çəkinir. Ramazan Kadirov Əliyevin heç telefonlarını belə götürmür. Rus ordusunun ən güclü qüvvələri, bölmələrindən biri Axmat qüvvələridir. Hamısı Ramazan Kadirovun əlindədir, onun tabiçiliyindədir. Putin Ramazanı Əliyevin ayağına verərmi heç? Verərmi heç? Mən sizə qızıl xırdalayıram, qızıl başa düşənlərə. 10 minə qədər insan iki platformada baxır, amma yenə də azdır. Ama dündürüş yerdə öyle, o baboşa baxanların yerdə öyle. Burada dərraçalı insanlardır. Onlar bilirlər ki, mənim əlaqələrim güclüdür, mən elə belə şey çatdırmaram. Dəhşətli xəbər var. Birinci dəfədir mən bu xəbəri oxuyuram. Mənim məlumat mənbələrim sağlamdır. Deməli, bugün Amerika Birləşmiş Ştatları Gürcüstanın Gürcü Arzusu Partiyasına, yəni hakim partiyaya 41'ə və onun rəhbərliyinə maliyyə sanksiyaları tətbiq edibdir. Yəni, hazırki saxta hakimiyyəti... Birinci dəfədir mən bu xəbəri oxuyuram. Mənim məlumat mənbələrim sağlamdır. Deməli, bugün Amerika Birləşmiş Ştatları Gürcüstanın Gürcü Arzusu Partiyasına, yəni hakim partiyaya 41'ə və onun rəhbərliyinə maliyyə sanksiyaları tətbiq edibdir. Yəni, hazırki saxta hakimiyyətin bütün mülklərinə həbs qoyulacaq. Artıq sanksiya verilirdi. Ən ciddi məqam isə Gürcüstanın hazırki prezidenti xanım Salome Zurabaşvili qanuni prezident kimi Trump'ın andiçmə mərasiminə qanuni prezident kimi dəvət edilibdir. Yeganə adam. Halal oldu Amerikaya. Eşq olsun Trump'a, eşq olsun Biden'ə. Orada eşq olsun Erdoğan'a. Və ən önəmlisi isə budur ki, Trump'a bel bağlayan, ona ümid bəsləyən İlham Əliyev Trump'ın andiçməsinə dəvət olunmayıb. Biri var Putin buraxmaya, biri var Putin buraxmaya, biri də var dəvət olunmuyor. Paşinyan isə andiçməyə özel məktubdan, özel danışıqdan dəvət edilibdir. Budurmu İlham Əliyevin uğursuz siyasəti? Budurmu İlham Əliyevin palazlı siyasəti? Budurmu İlham Əliyevin nə bilim dəmir yumruğu, tarixi nə bilim nəyi, zəfər imiş, nə imiş, nə bilim. Mən deyəndə ki, əslində, baxın ha, görün, Trump necə duyarlı, diqqətli adamdır. Dəyərlən vətənlər. Əslində qalsa, Gürcistan prezidenti xanım Zurabaşvilinin, Salome Zurabaşvilinin ayın 29'unda dekabrın onun prezidentlik müddəti bitirdi. Amma Trump'ın andiçməsi az qala bir aya qədər 20 gündən artıq zaman çərçivəsindədir. Yəni, yanvarın 20'sidir. Yəni, dəyərlən vətənlərim, dəvət etməyə bilərdi. Yəni, ona görə Trump dəvət eləyib ki, xanım Zurabaşvilini, Salome Zurabaşvili xanımı, eşq olsun o xanıma. Onu ona görə dəvət eləyib Trump, Gürcistandan tək onu. 41'i dəvət eləməyib, Gürcü Arzusunun. Ona görə ki, o hökuməti devirəcək, o qondarma hökumət, o saxta yolda seçildilər. Qondarma da o, devrilecek o hükümet. Değerli vətənlərim. ABŞ-ın hazırki hakimiyyəti, Avropa tanımır o hükümeti. Gürcistan'da vəziyyət çok pis. Daha da pisləşdi. Artık xanım Zurabaşvili nə dedi? İki yolumuz var. Ya yeniden seçim, ya da devirmek, inqilab. Vəssalam. Üçüncü yol yoktur. Üçüncü yol yoktur. Bakın ay millər, elə bilmeyin Amerika heç nəyi görmür. Her yerde onlar var. Onlar her yerde var.
Onlar hər yerdə var. İndi nə qarmaq istəyirlər, bilirsiniz? O qondarma hökumət var ya, o Şampuçik gədiyə oxşayan baş nazir, o Toyğoğlu'suna oxşayan Putinin şəriki, Gazpromun şəriki, Bidzina Ivanaşvili. Artıq indi nə edirlər, bilirsiniz? Xanım Salome, Zurabaşvili, Amerikaya Trump'ın and içməsinə getməməsi üçün xanımı həbs eləmək istəyirlər. Belə bir çıxışlar ediblər, bəyanat da veriblər. Onlarına hökumət bildirib ki, əsl prezident Zurabaşvili həbs ediləcək. Amma Trump'ın dəvət etməsi, əgər xanım həbs edilərsə, Trump Gürcüstanı alt-üst edər. Baş nazir hələ 10 gün qabaq 10 gün qabaq demişdi. 10 gün qabaq demişdi. O öz postunu könüllü tərk eləməsə, onu həbs edəcəyəm. Niyə həbs edəmirlər? 10 gün qabaq demişdi. Tərk eləməyib postunu da. Çünki Trump az günlə dəvət edib. Həbs eləsələr, Gürcüstanın altını üstünə çevirəcəklər, dəyərli dostlar, dəyərli həmvətənlər. Deməli, dostlar, bu arada sizə bir xəbər deyim mən. Elə bilirlər, bizim başımız təyyarə qəzasına qarışırdı. Bizim çox şeydən əlaqəmiz itibdir. Bu arada Toğuz rayonunun polis rəisinin mavini, Toğuz rayonu orada əxlaqsızlıq yuvalarını yeni açır. Toğuz kimi qəhrəman rayona əxlaqsızlıq yuvalarını salıblar, xalqın qeyrətinə, namusunu əzmək istəyirlər. Bu arada Lənkəranın polis rəisi, 2010 dənə o, deyəcəm güləcəksiniz. Bir eşeği olana sosial vermədikləri yadınızda deyilmi? Bir eşeğe sosyal yardım vermədikləri, eşeğin varsa sosyal yardım vermədikləri yadınızda deyilmi? 5 dənə, 10 dənə toyuğa olana sosyal yardım vermədikləri yadınızda deyilmi? Yadınızda deyilmi? Değerli həmvətənlər, değerli soydaşlar. Lənkəranın polis rəisinin mavini var, İltifat. Qapısında 10-15 toyuğu olanın belə evinə baskın elətdirir. Kuş kirpi yayacaqsan, yaymaq istəyirsən, yayarsan deyə adama pas kəsir. Toyuqlarını belə əlindən alır. Evində arı ramkası düzəldən, çərçivə düzəldən, qapı düzəldən, qapı yığan, evində peç bağlayan odun peçi, mazut peçi, hamının evinə baskın edirlər, hamını tavana otustururlar Lənkəranda.